Sən bu adı bəlkə eşitməmisən. Amma TV tarixə, sükuta və torpağa yazılmış bir nəğmədir. Səssizliyin sədasıdır bu yerlər. Dağlar danışmasa da baxışlarında illərin hekayəsi var. TV bulağının səsi min illərin səsidir. O bədəni yuyur. Ruhu da bu suda daşlı su deyil, illərlə toplaşmış səbir danışır. Su bura söhbət eləməyə gəlir. TV, burada zaman tənbəldir, insanlar isə səbirli. Bura təkcə kənd deyil, bu bir həyat fəlsəfəsidir. Hər nəfəsdə torpaq var, hər baxışda tarix. Uşaqlar dağların ətəyində böyüyür, gülüşləri sanki zamanın içindən keçir. TV kəndi təkcə coğrafi nöqtə deyil. Burada zaman tozlanmır, burada o nəfəs alır. Hər daş, hər divar bir adın, bir nəfəsin xatirəsidir. Hər baxış bizi unudulmuş tarixlə üz-üzə qoyur. Yolun düşsə, gəl. TV səni gözləyir. Unudulmuş yerdə yadda qalan insanlar yaşayır. Bura sənin də yaddaşındır, sadəcə biraz dərin bax.